Xüsusilə özlərini Qur'anilər adlandıran müəyyən cərəyan var, bilirsiniz. Düzdür, bugün yeni ortaya çıxan bir cərəyan deyil bu. Amma Azərbaycanda bugün ayaq tutur, yeriməyə cəhd edir. Əslində mən bunlara Qur'anilər yox, hədis inkarçıları deyərdim. Qur'ani demək sanki biz yalnız Qur'ana əməl edirik, Qur'anla oturub dururuq, Qur'anın et dediklərini edirik, etmə dediklərini etmirik kimi bir fikir formalaşdırır insanda. Əslində elə deyil. Bu cərəyan əslində hədis inkarçılarıdır. Bu cərəyan əslində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmi ortadan qaldıran bir cərəyandır. Doğrudur, içərisində bunu anlayan da var, bilməyən də var. Amma həqiqətən bu işin əslini araşdırdığımız zaman, daha dərinə getdiyimiz zaman görürük ki, müəyyən qüvvələr tərəfindən bu ortaya atılan bir layihədir. Bunu anlamaq çox da asad məsələ deyil əslində. Müəyyən bir araşdırma tələb edir, müəyyən bir vaxt, zaman tələb edir. İlk baxışda Araz müəllim, bunların iddiası nədir? Bunlar deyirlər ki, hədislər daha sonra yazılıbdır, güvənilən bir mənbə təşkil etmir hədislər. Yəni bunu deyən insanlar bir də görürsən ki, eramızdan əvvəl hər hansısa bir mənbəni gətirirlər. Tamamilə doğru deyirsiniz. Demək ki, səmimi deyirlər. Bəli. Eramızdan öncə hansısa bir şəxsin sözünü bizə nəql edirlər və ona o dərəcədə səhih bir mənbə kimi baxılır. Amma Peyğəmbərimizin hədisləri gələndə bu daha sonra yazılıbdır, səhih, güvənli, etibarlı bir mənbə saymırlar. Bilirsiniz Araz müəllim, ilk baxışdan bunların iddiası budur. Hədislər səhih olmadığına görə Qurana zidd olan hədisləri bizi qəbul etmirik, qalanlarını qəbul edirik. Xeyr, əslində belə deyil. İlk baxışdan qulağa xoş gəlir. Doğrudur, düz deyirlər də. Yalnız bizə Quran yetər. Daha sonra 200 il sonra yazılmış hədislər nə dərəcədə etibarlı bir mənbə sayıla bilər. İlk baxışdan belə gəlir. Baxın, sizə bir misal verim, Araz müəllim. Rast ki, mövzumuz buraya gəldi, çıxdı. Bu cərəyanın nəzdində Əhməd xan deyə Hindistanda vaxtilə yaşamış, 19-cu əsrdə yaşamış alimlərindən sayılır. Əhməd xan, Seyid Əhməd xan. Onun yaşadığı dövrdə Hindistan İngiltərənin müstəmləkəsi sayılırdı. O dövrdə yaşayan bir şəxsdir, Əhməd xan. Bu şəxsin iddiasına görə, baxın nə deyir. Əgər bir hədis bilsək ki, səhihdir, səhih olsa belə, səhih olsa belə nə deməkdir? Yəni, bilsək ki, bu hədisi Peyğəmbərimiz söyləyib sallallahu aleyhi və səlləm. Hansısa Quran-ı Kərimin, deyək ki, açıqlama mahiyyətində bir hədisi qabağımıza çıxdı və dəqiq bilirik ki, bu hədis səhihdir. Zəif deyil. Belə olsa belə, bu öz şəxsi fikridir. Bizi bağlamaz. Biz məcbur deyilik o hədisi qəbul etməyə. Təsəvvür edirsiniz siz bu iddianın qorxunculuğunu təsəvvür edirsiniz. Hədis səhih olsa belə biz o hədisi qəbul etmək məcburiyyətində deyilik, deyirlər. Və biz həmin o ayəni açıqlamasında deyək ki, Həzrət Peyğəmbərimiz bu şəkildə anlayıb, bu şəkildə şərh edib və hədis səhihdir, o onun öz fikridir. Mən isə bu ayəni başqa cür anlayıram. Bu şəkildə anlayıram deyirlər. Və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə üzr istəyirəm bu ifadəmə görə onların ifadəsi deyə məcburam bu şəkildə deməyə. Pastalyon kimi baxırlar. Həzrət Peyğəmbər pastalyon idi, gətirdi kitabı bizə təqdim etdi, getdi, onun vəzifəsi bitdi artıq. Təsəvvür edə bilirsiniz. Bugün pastalyon deyə bizim ağlımıza nə gəlir? Pastalyon bizim məktubumuzu, məktubun içində nə yazıldığından pastalyonun xəbəri yoxdur. Bizə gətirən bir şəxsdir. Məktubla pastalyon arasında nə kimi münasibət ola bilər? Heç bir münasibət yoxdur. Sadəcə gətirib bizə çatdırır, gedir. Bugün Quran-ı Kərim ilə Həzrət Peyğəmbər arasında olan münasibəti pastalyonla onun gətirmiş olduğu məktub arasındakı münasibət kimi görürlər. Təsəvvür edirsiniz. Halbuki Allah-u Teala nə buyurur? وَمَنْ يُدْعَ الرَّسُولَ فَقَدْ اَضَاعَ اللّٰهِ Kim Peyğəmbərə itaat edərsə Allah'a itaat etmişdir. وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُ Peyğəmbər sizə nəyi verdisə onu alın, nəyi qadağan etdisə ondan çəkinin buyurur Allah-u Teala. Əslində Quran-ı Kərimin özü bizə sünnənin Həzrət Peyğəmbərə itaat etməyin nə qədər önəmli olduğunu Quran-ı Kərim özü bizə bildirir.